olur nə? Təsərrüfat müdiri. Düzdür? Əla. Yaxşı. Belə deyim mən sizə. Tutaq ki, həmin namizəd, həmin müvafiq vəzifədə İnsan və Təsərrüfat Şirkəti direktor müavinindən gedir. Ali təhsillidir. Bunun ödəniş dərəcəsi, yəni maaşı nə qədər olacaq? Ya direktorun vəzifə maaşının 80%-ə qədəri. Düzdür? 80%-ə qədər. Əla. Əgər orta ixtisaslıdırsa, yəni belə deyək, kollec bitiribsə, bu zamanda 60%-dir. Ümumi təhsillidirsə, yəni attestatı varsa da, bu zamanda 40%-ə qədərin direktor maaşının 40%-ə qədərini ala bilər. Yəni vəzifə maaşını ha. Yaxşı? Əla. Bəs yaxşı, bir yaxşı sualı bir daha verim mən sizə. Tutaq ki, sinif komplektasiямız bizim 12 dənədir. 12 dənə sinifimiz var. Bu zaman nə qədər sən kiçik xidmətçi işçi götürə bilərsən? Neçə ştat olur? 12 sinif komplektasiyasına. Aha. Bax, belə deyim də mən sana. Bunları yaxşı olar ki, əzbərləyəsən, rəqəm formasında olan bir anlayışdır. Oxumamısan. Ev yox, canın sağ olsun. Mən onu sənə izah edeyim. Bax, birincisi bunu sənə göndərəcəm. Sənə göndərmişəm, diqqət eləyərsən yenidən. Amma yenidən təkrar edək. Bax, kiçik xidmət işçilərin ştatı necə yaranır? Əgər sinif komplektasiyası 4-ə qədərdirsə, neçə ştat olur? 1 ştat. Yaxşı, 1 ştat yaranır. Yəni, 1 ştat 4 sinif komplektasiyasına bir dənə, yəni 1 ştat vahidində kiçik xidmətçi işçi götürə bilərsən. Amma 1 ştat ha, yaxşı. Ola bilər, bu o demək deyil, sən orada, necə deyim mən sənə, bir dənə işçi götürə bilərsən. Onu 0,5 aklada bölüb, 0,5 ştat, hə. Yarımaklad formasında 2 dənə işçi də götürə bilərsən. Burada heç bir qanun pozuntusu yoxdur. Aydındır? Heç bir problem yoxdur burada. Daha sonra, mən sənə necə ona iş proseduru necə gedə bilər? Misal üçün deyirəm də, yarımakladsa, yəni 4 saat işləyəcək də bu işçi, düzdürmü? Hə, yəni 4 saat bir işçi işləsin, 4 saat da digər işçi işləsin. Yəni müqavilənin formunda bağlaya bilərsən. Misal üçün saat 8-dən 12-yə qədər bir işçi üçün, digər işçi üçün də 12-dən axşam saat 18:00-a qədər. Aydındır? 18 yox, daha doğrusu 4 saat işləməlidir də. 12 4 kere nə qədər eləyir? 16. Saat 4-ə qədər. Görsən, çaşdım mən də. Hə, daha sonra 5-6 sinif komplektasiyası olanda 2 ştat vahidi ilə yaranır. 7-9 olanda 3/5. Əgər 10-13 sinif komplektasiyası varsa, 4/5 ştat, yəni 4 tam ştatla işləyir. Bir işçi isə 0,5 akladla işləyə bilər. Daha sonra 14-16-dırsa, bu zaman olur 6 ştat. 17-19 aralığındadırsa sinif komplektasiyası, yəni 17, 18, 19-da belə deyək. Bu zaman olur 7 ştat, belə deyim də, kiçik xidmətçi vəzifə ştatı. Aydındır, yəni xadimə vəzifəsinə götürə bilərsən 7 işçini. Amma bu demək deyil, yenə deyirəm mən sizə, ola bilər ki, 20-22 sinif komplektasiyon var, 8 ştatdır da, düzdürmü? Biz bura 11 dənə də xadimə götürə bilərik. Təbii ki, bu zaman 0,75, 10 nəfər 0,75 olur, bir nəfər də 0,5 akladla işləməlidir. Yaxşı? Hə, yarımaklad formasında işləməlidir. Hə, burada yəni ki, qanun pozuntusu yoxdur, yəni problemsiz bir şeydir. Yəni maaşı onsuz da hesablanır. Həm də ki, iş vaxtında ştatına uyğun olaraq hesablanır, verilir. Biz sizinlə Əmək Məcəlləsinin 51-ci maddəsində qalmışdıq, deyəsən, sınav müddətində. Sınav müddəti, belə sınav müddəti haqqında danışaq 51-ci maddə haqqında. Sınav müddəti 6 ayda 3 ay olur. Bu da işçinin çəkanlığı. Bəli, 6 aya qədər olan müqavilələrdə maksimum 2 həftə kimi sınav müddəti verilə bilər. Amma 2 həftə, 2 iş həftəsi yox. 2 iş həftəsi başqa şeydir. 2 həftə ərzindədirsə, burada qeyri-iş günləri, şənbə, bazar, bayram günləri də bunun daxilindədir. Daha sonra? Sonra 3 ay sınav müddəti. Bəli, əgər müqavilə 6 aydan çoxdursa, maksimum 3 ay sınav müddəti təyin edilə bilər. Yaxşı, minimum sınav müddəti nə qədərdir? Minimum sınav müddəti? Maksimum deyirik də, düzdür, bəs minimum nədir? Belə bir sual verilsə bizə, biz deyirik ki, verilməyə də bilər. Sınav müddəti təyin edilməyə də bilər.
Düzdür? Əgər müqavilədə sınaq müddəti təyin edilmirsə, göstərilmirsə, həmin müqavilə sınaq təyin edilmədən bağlanmış hesab edilir. Aydındır? Və sınaq müddəti arasında, yəni həmin zaman arasında hər hansısa bir xəstəlik, hər hansısa bir travma və s. və bu kimi, yəni üzürlü səbəblərdən olan məsələlərdən dolayı işə çıxmırıqsa, həmin o zaman aralığı, misal üçün 10 gün bizə sınaq müddəti verilib, 6 gün işə çıxmışıq, 4 gün sınaq müddətin qalır. Bu zaman həmin o 4 gün dondurulur. Sən işə çıxandan sonra artıq başlanır o hesablanmağa. Aydındır? Sınaq müddəti nə üçün verilir? Əmək müqaviləsi ilə işçinin peşəkarlıq səviyyəsinə müvafiq əmək funksiyasını necə icra etməyin, belə deyim də, yoxlamaq məqsədi ilə təyin edilir. Ümumiyyətlə, sınaq müddəti hamiyə verilməlidirmi? Xeyr. Sınaq müddəti hamiyə verilməli deyə bir şey yoxdur. Yəni, sınaq müddətinin təyin edilməyən halları var. Yəni, müəyyən edilməyən hallar deyilir buna. Bu da Əmək Məcəlləsinin 52-ci maddəsindədir. Yaşı əgər işçinin 18-dən azdırsa, müsabiqə yolu ilə müvafiq vəzifəyə təyin olubsa, aydındır? Ödənişli seçkili vəzifəyə təyin edilən şəxsdirsə, həmçinin bir şey yadda saxlayaq burada, 2 aya qədər olan müqavilələrdə də sınaq müddəti təyin edilmir. Aydındır? Əgər müqavilən 30 gündürsə, 35 gündürsə, 52 gündürsə, yəni 2 aya qədər məsələsi vardır. Bu zamanda sınaq müddəti təyin edilmir. Həmçinin hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara, həmçinin 3 yaşındakı uşağını tək başına böyüdən kişilərə də sınaq müddəti təyin edilmir. Bir şey də var idi orada, nə idi? Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası və ya peşəsi üzrə ilk dəfə işə götürən şəxslərə də sınaq müddəti təyin edilmir. Misal üçün, MİQ imtahanından keçən müəllimlər imtahandan keçir, onlara sınaq müddəti təyin edilmir. Yaxşı. Həmçinin tərəflərin razılığı əsasında da sınaq müddəti müəyyən edilməyə bilər. Yəni tərəflərin razılığından çox şey asılıdır. Bizə bəli. Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərdir bura aiddir. Onu mən demişdim. Bax, bir şey də 58-ci maddə var, belə deyim də. 58-ci maddə nə idi? Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması, həmçinin tənzimlənməsidir. Bunu mən sənə ev tapşırığı olaraq verəcəm. Evdə onu oxuyasın. Yaxşı, görüm necə oxuyasın. Daha sonra bizə lazım olan maddələrdən biri də Əmək Məcəlləsinin 65-ci maddəsidir. 65-ci maddə nədir? İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtlərindən danışır bizə. Ümumiyyətlə, bir şey yadda saxlayaq ki, sınaq müddəti təyin edildiyi kimi attestasiyanın keçirilməsinin də məqsədi bir işçinin peşəkarlıq səviyyəsini yoxlamaq üçün sənətinə, həmçinin ixtisasına müvafiq olaraq onların tutduğu, yəni vəzifə peşədən söhbət gedir. Nə dərəcədə uyğun olmadığını aşkara çıxarmaq məqsədi ilə keçirilən bir haldır. Sınaq nə idi? Attestasiya. Belə deyim də mən sizə. Hər bir işçi üçün attestasiya 3 ildən bir, əgər elmi işçidirsə həmin şəxs 5 ildən bir olmaq şərti ilə keçirilə bilər. Keçirilməlidir demir, keçirilə bilər deyir. Yaxşı, işə götürənin əmri, həmçinin sərəncamı ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq səviyyəsi olan işçilər, həmçinin bu qəbildən olan, yəni daha yüksək qabiliyyətə malik olan şəxslərdən söhbət gedir də, yəni obyektivliyi ilə, qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, həmçinin Həmkarlar İttifaqı Təşkilatının nümayəndələrindən ibarət attestasiya komissiyası həmişə yaradılır. Yaxşı, amma işə götürən bu komissiyanın üzvü ola bilməz. Yaxşı, sənin belə deyək də rəhbər şəxsdən sonra o attestasiya komissiyasının üzvü ola bilməz. Nə komissiyanın sədri ola bilməz, sədr müavini ola bilməz, üzv ola bilməz. Mümkün deyil də orada iştirak edesin. Aydındır? Sadaladığım şəxslər sadəcə iştirak edə bilər. Təbii ki, keyfiyyət meyarda ölçülmək, əsas götürülmək şərti ilə. Aydındır? Attestasiya komissiyası, ümumiyyətlə, komissiyanın sayından söhbət edir. Ən azı 5 nəfər olmalıdır. Yaxşı, 5 nəfər olmalıdır və mütləq şəkildə tək rəqəmli olmalıdır. Tək rəqəmli nədir? 5, 7, 9, yəni 6 ola bilməz, 8 ola bilməz, 4 ola bilməz. Çünki minimum 5 nəfər olmalıdır və mütləq şəkildə komissiya üzvlərinin say tərkibi tək rəqəmli olmalıdır. 6 olsa, misal üçün deyək də, Təravət xanımın imtahandan keçməsinə 3 nəfər razıdır, 3 nəfər narazıdır. Misal olaraq deyirəm də. Bu, bəli. Necə? Başa düşmürəm.
bu əsasən müsahibə mərhələlərində falan olur belə hallar, yəni komissiyalar təşkil edilməsi də. Aydındır. Həmçinin testlərdə də ola bilər, test üsullarında ola bilər. Məsəl üçün siz hər hansısa bir testdən narazısınız, aydındır. Narazılığınızı ifadə edirsiniz. Yadınızdadır, tələbə vaxtı biz nə edirdik? Bizim bir balımız çatmayanda, məsəl üçün məndə olmuşdu, 90 bal toplamışdım ümumi psixologiyada. Apelyasiya vermişdim. Getdim, müəllimim mənə bir balı verdi də. Bir bal yox, əksində 2 bal verdi, 91 bal verdi, ümumi toplam oldu da. 91 yox, 92 bal oldu. Mən 90 bal yığmışdım. Mənə 1 bal lazım idi ki, yəni A qiyməti alımda. Aydındır, mənə 2 bal təqdim edilər həmin vaxtda. Bunun da səbəbi nə idi? Sadəcə mən çalışqan tələbə olduğum üçün, yəni onların gözündə elə görünürdüm. İndi bilmirəm nə dərəcədə çalışqan insanam. Amma həmin vaxt çalışqan tələbə olduğum üçün mənə 2 bal vermişdi. Bəzən burada da nədir məsələ? Komissiyanın üzvlərinin biri deyir ki, yox, bu balı verməyək. Bəzən deyirlər, yox, verək. Yəni belə məsələlər əsasdır da, yaxşı. Yəni tək rəqəmli olmalıdır. Qanun bunu belə deyir. 6 nəfərsə 3-ü razıdır, 3-ü narazıdır. Öcə alınmır axı. Ona görə 5 nəfər, 7 nəfər, 9 nəfər, 11 nəfər ola bilər. Heç bir problem yoxdur burada. Yaxşı. Bunları bilsən elə, bəs eləyər. Yaxşı. Bir də ki, yadda saxlamalısan nəyi? Attestasiya olunmayan işçiləri. Yadındadır, biraz öncə mən dedim ki, sınav müddəti hamıya şamil edilirmi? Dedik ki, yox. Attestasiya olunmayan işçilər də var. Yəni, attestasiya şamil edilməyən şəxslər var. Yəni, işçilər daha doğrusu var. Bunlar kimdir? Vətənin müdafiəsi, azadlığı, ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və ya əlilliyi müəyyən edilmiş işçilərdir. Belə deyim, hamımızın bildiyi kimi qazi yoldaşlarımız. Əlilliyi müəyyən edilmiş deyir. Veteranlarımızda misal üçün əlillik təyin edilmir axı. Aydındır. Amma xəsarət dərəcəsinə görə ola bilər. İndi nəzərə alına bilər. O, yenə tərəflərin razılığı əsasında olan bir şeydir. Amma qazi yoldaşlarımız bizim attestasiya olunmurlar. Azərbaycan müstəqilliyi, həmçinin ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltifləri, həmçinin fəxri adlara layiq görülmüş işçilər də attestasiya olunmurlar. İndi burada məsələn nədir? Bayaqlar dediniz, veteranlarda. Bəli, o əgər fəxri adı layiq görülübsə, dövlət təltifi olunubsa, medallarla və s. ordenlərlə, bəli, onlar da attestasiya olunmurlar. Yaxşı, həmçinin bir vəzifədə 5 ildən az müddət çalışan, məcburi köçkün, həmçinin qaçqın statusu olan işçilər də attestasiya olunmurlar. Hamilə qadınlardır, attestasiya olunmurlar. Uşağının 3 yaşındakı sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 il az müddətdə müvafiq vəzifədə çalışan qadınlar attestasiya olunmurlar. Həmçinin kişilərə də aiddir bu. Uşağın tək başına böyüyən kişilərdən söhbət gedir təbii ki. Yox, burada sosial məzuniyyətdən qayıtmaq məsələsi vardır. Tutaq ki, sosial məzuniyyətdən qayıtmısan aprel ayında, düzdür? Gedirsən, misal üçün deyirəm, sertifikasiya imtahanına da, iyun ayında da sertifikasiyada, misal olaraq deyirəm də sizə. Bu zaman sən aprel ayında qayıtdığın üçün növbəti aprel ayında sənin 1 ilin tamam olmalıdır, düzdürmü? Yəni sən iyun ayında artıq sertifikasiyaya girə bilməzsən, yəni attestasiya oluna bilməzsən. Hər hansısa bir attestasiya ümumiyyətlə cəlb edilə bilməzsən. Yaxşı? Yəni 1 il müddəti keçməlidir. Növbəti il tamam olur aprel ayın hər hansısa bir günündə və iyun ayında növbəti ilin iyun ayından söhbət gedir. Bəli, sən artıq attestasiyalarda iştirak edə bilərsən. Qanun bunu deyir bizə. Yaxşı. Həmçinin yaşı 18-dən az olan işçilər də attestasiya olunurlar. Çünki biz öyrənmişdik ki, Əmək Məcəlləsinin 42-ci maddənin 3-cü bəndi bizə deyirdi ki, yaşı 15 tamam eləmiş hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. Yəni 18-dən azdırsa işçinin yaşı 15, 16, 17, həmçinin 18-i tamam eləməyibsə, bu zamanda belə deyim sizə, həmin şəxslər attestasiya olunmurlar. Bir vəzifədə faktik olaraq 1 ildən az müddətdə çalışan işçilər də, belə deyim sizə, attestasiyaya cəlb edilmirlər. Ümumilikdə 66-cı maddəni mən sizə göndərəcəyəm. Onu evdə yaxşı-yaxşı oxuyursunuz. Yaxşı, vacib maddə çünki. Daha sonra Əmək Məcəlləsinin 68-ci maddəsi var ki, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından danışır bizə. 2 bənddən ibarətdir. Birinci bəndə hər birimiz bilirik. Çünki əmək müqaviləsinə, Əmək Məcəlləsinə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
Bunu hər birimiz bilirik. Burada vacib olan məsələ ikinci bənddir. İkinci bəndin belə deyim, punktları var özlüyündə. Bunlar nədir? Misal üçün, tərəflərdən birinin təşəbbüsü ilə. Misal üçün, Təravət xanım, siz bizim müəssisənin rəhbərisiniz, mən də sizin işçinizəm. Gəlirəm, belə deyim də, deyirəm ki, mənim yolum uzaqdır, aldığım maaş mənə sərf eləmir də. Bunun paralelində qısa məsafədə həmin maaş və ya həmin maaşdan yüksək maaş verən müəssisə var, orada çalışmaq istəyirəm. Fikirləsən, tərəflərdən birinin təşəbbüsü, işçi kimi mən təşəbbüs irəli sürürəm. Könüllü yox, təşəbbüs irəli sürürəm. Misal üçün, ola bilər, mən razılaşmarıq, amma əmək məcəlləsinin 69-cu maddəsi var da, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası. Bu da təbii ki, işə götürənə müraciət əsasında olur və bu təbii ki, işçinin hüququdur. Əmək məcəlləsinin 9-cu maddəsində biz bunu keçmişdik. Yəni bu formada da biz, yəni tərəflərdən birinin təşəbbüsü deyirik, bax budur. Yəni mən işdən çıxmaq istəyirəm, digər müəssisədə çalışmaq üçün və yaxud da ümumiyyətlə işləmək istəmirəm, səhhətim imkan vermir və s. və ilaxır. Aydındır? Yəni bu nə sayılır? Tərəflərdən birinin təşəbbüsü ilə. Yəni misal olaraq mən sizə bunu dedim də. Daha sonra ola bilər əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı. Biz bilirik ki, əmək müqaviləsi iki formada olur. Müddətli müqavilə və müddətsiz müqavilə. Yəni daimi və müddətli şəkildə. Müddətli müqavilədə mütləq şəkildə müqavilənin tərkibində işçi hansı vaxtda işləməli olduğu göstərilir. Yəni tarix qeyd olunur. Əgər müqaviləmiz 5 ildən çox olarsa, o 45-ci maddənin 5-ci bənd deyir ki, bir müqavilə 5 ildən artıq fasiləsiz olaraq yenilənirsə, davam edirsə, bəli, həmin müqavilə olur nə? Müddətsiz müqavilə. Misal üçün, mənimlə siz müəssisənin müdürüsüz, rəhbərsiniz, işə götürənsiniz, məndən il yarım müqavilə bağlamışsınız. Bəli, il yarım bitəndən sonra siz müqaviləni ləğv edə bilərsiniz. Söz yox, onu artıra da bilərsiniz, amma ləğv edə bilərsiniz. Burada heç bir problem yoxdur. Aydındır? Daha sonra əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və müəssisənin mülkiyyətinin dəyişməsinə əlaqədar da müqavilə ləğv edilə bilər. Bir də ki, tərəflərin iradəsindən asılı olmayan hallarla bağlı da bəli, əmək müqaviləsi ləğv edilə bilər. Bu hansı hallar ola bilər? Misal üçün, mən hərbi xidmətdən xəstəliyimlə bağlı yayınmışam, tutaq ki da, yayınmamışam əslində. Mən xidmətə çağırırlar da, deyirlər ki, xidmət elə. Bu artıq nə işçidən, nə də işə götürənə asal hal deyil bu. Düzdürmü? Yəni bu zaman bəli, tərəflərin iradəsindən asılı olmayan hal kimi qeyd edilir və müqaviləmizə xitam verilir bizim. Və yaxud da tam fəaliyyət qabiliyyətimi Allah uzaq eləsin, itirərəmsə, bu zamanda belə deyim də, əmək müqaviləsinə xitam verilə bilər. Tərəflərin iradəsindən asılı olmayan hallar kimi qeyd edilir də. Bunlar 68-ci maddənin 2-ci bəndinin D hissəsində göstərilir. Bir də ki, tərəflər əmək müqaviləsində müəyyən etdiyi digər hallar var ki, bu zamanda bəli, əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddə asandır. Biz bunu nə edəcəyik? Evdə öyrənəcəyik. Düzdür, Təravət xanım? Düzdür? Həla, boyuna qoydu bir konkret ki, evdə oxuyur. Vaxt getməsin, ona görə deyirəm. Asan maddə, doğrudan deyirəm. 69-cu maddəni, bir 9-cu maddəni çox adam sevir. Bir də ki, 69-cu maddəni. Çünki ikisi də işçiyə aid olan bir şeydir. Nədir işçinin? Aydındır. Daha sonra bizə lazımdır 70-ci maddə. Yəni, işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarıdır. Bu, vacib olan maddə sayılır. Nədir bu maddə? Burada ola bilər ki, işə götürən tərəfindən müqavilənin ləğv edilməsinə müəssisə ləğv edilirsə. Misal üçün, bir müəssisədə çalışırıq, siz də işə götürənsiniz, müəssisəni ləğv edirsiniz də, mülkiyyətçi kimi və ya hər hansısa dövlət büdcəsinə maliyyələşən müəssisədə, yəni qərar qəbul olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ki, bu müəssisə ləğv edilsin, bu məktəb bağlansın. Okeydir? Siz artıq mənlə müqaviləni ləğv eləməlisiniz 70-in alsı ilə. Aydındır? Daha sonra 70-ci maddənin B bəndi var ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə. Lor dildə desək, sakraşeniya. Düzdür? Bu sakraşeniyanı belə prosedur qaydasına uyğun olaraq da apara bilərsiniz. Həmçinin, ola bilər ki, sizin 20 dənə işçiniz var. Müvafiq icra hakimiyyəti orqanı deyir ki, bunu... Necə? Ərzə əsasında. Yox, ərzə deyəndə ki, burada 70-in B-sindən birbaşa da çıxarda bilərsiniz. Bizdə bilirsiniz necə oldu? Mən məsəl üçün standart işçilərin hamısına ərizə yazdırıldı ki, mən öz istəyimlə. O proses də ola bilər, amma misal mən qanunvericiliyi mən sizə açıqlayıram ki, 70-ci maddə bunu deyir də, sakraşeniya deyirik, bir müəssisədə işçilərin sayı və ya ştatlar ləğv edilirsə, bəli, yəni işçi çıxmalıdır da işçilər, yəni harda işləyəcək, müəssisə bağlanır.
Necə işləyəcək? Məsələ odur. Allah uzaq eləsin, təbii ki, amma belə hallarda olur. Amma misal üçün deyim ki, deyir ki, müvafiq icra hakimiyyəti orqanı X bir orqandan söhbət gedir. Deyir, sənin 20 dənə işçin var, onun 10 dənəsini çıxart işdən. Sən də bunu əsaslandırıb çıxartmalısan da işdən, düzdürmü? Əsaslı şəkildə biz dedik ki, müqaviləni xitam vermək olmur. Yəni ümumiyyətlə bir işçini işə götürmək asandır, onu işdən çıxartmaq çətin məsələdir. Doğrudan deyirəm. Sən də bunu əsaslandırmaq üçün yadımdadır bayaqlarda 1-2 dəqiqə bundan qabaq 65-ci maddədən danışdıq, attestasiya. Sən də attestasiya təşkil edirsən. Yəni 10 nəfər yüksək bal toplayan işçi, belə deyim də, qalıb işləyəcək. Zəif toplayanlar 11-cidən düz 20-ci yerə çıxanlar da, yəni balına uyğun olaraq sıralananlar işdən çıxır. Bu formada da yəni biz necədir, istər sertifikasiya olsun, istər attestasiya olsun da, əgər bir işçini işdən çıxartmaq istəyiriksə, onun ən etik forması sertifikasiyadır, həmçinin attestasiyadır. Ən etik forması budur. Yəni sən belə deyim də, müvafiq balı toplaya bilmədin. Bu zaman heç kim heç nə deyə bilməz. Aydındır, sən ona Ən çox müəllimlərlə həkimlərə uyğulanır bu. Uyğulanır deyəndə bu hər kəsə uygulana bilər. Burada heç bir problem yoxdur. Misal üçün, peşəkarlıq səviyyəsinin, ixtisasının, peşəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilir. Bu zamanda sertifikasiya deyirik. Biraz öncə dedim ya, attestasiya, sertifikasiya. Bu zamanda 70-in C-si ilə çıxartmaq olur o işçini. Misal üçün, MİQ nə idi? Sertifikasiyadan kəsilən müəllimlər var idi. Onların hər birinin müqaviləsi 70-in C-si ilə xitam verilib. Sertifikasiyadan keçə bilməyib baxın. Düzdür? Keçə bilmirsənsə imtahandan C-sinə. Bax, mən bayaqlar dedim ya, işçilərin sayı ixtisar edilirsə, misal üçün, yuxarı orqandan, distansiyadan məlumat verilir ki, bizə B ilə çıxartma, C ilə çıxart, attestasiya təşkil edir. 20 nəfərin onu saxla, onu çıxart. Bu zaman sən B ilə ixtisar verməyəcəksən. C ilə ixtisar verəcəksən. 70-in C-si ilə. Aydındır? Daha sonra bizim hər birimizin qorxduğu 70-ci maddənin C bəndi. Eşitmirsən də C bəndi. Eşitərsən. Deyim, eşitdə onu da. Əgərləri işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmirsə, həmçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar vardır. Yəni, əmək vəzifələrinin kobud şəkildə pozulması deyirik buna, 72-ci maddə. Bu hallara görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə xitam verilir. Biz burada 72-ci maddədən danışdıq. Yəni, burada nədir? Özünün xəstəliyi və yaxın qohumunun vəfat etməsi, həmçinin xəstələnməsi. Yəni, bunlar istisna olmaqla, işçi əgər heç bir üzürlü səbəb olmadan bütün iş günü ərzində işə gəlmirsə, bəli, bu kobud pozuntu sayılır. 70-ci C-si ilə xitam verilə bilər. Aydındır. Daha sonra ola bilər alkoqollu içkilərdir, narkotik vasitələrdir, psixotrop maddələrdir. Yəni bu belə də zərərli vərdişləri gəlib qəbul edib işə gəlmək və iş yerində qəbul etmək